Bir çox hallarda iş yerlərində keçirilən attestasiyalar heç də birmənalı qarşılanmır. Bunun nəticəsində işdən çıxarılan şəxslər hüquqlarının pozulduğunu bildirirlər, işə götürənlər isə onun tutduğu vəzifəyə uyğun olmadığını əsas göstərirlər. Bəs attestasiya prosesi necə olmalıdır? Kimlər attestasiyaya cəlb oluna bilər? Kimlər bundan azaddır? Mübahisəli məqamlara aydınlıq gətirmişik. Gəlin birlikdə izləyək. Attestasiya işçilərin bilik və bacarığını müəyyən etmək üçün həyata keçirilir. İşçinin attestasiyaya cəlb olunması üçün müəssisədə 1 il müddətində işləməsi mütləqdir. Hər bir işçi 3 ildə bir dəfədən çox olmayaraq, elmi işçiləri isə 5 ildə bir dəfədən çox olmayaraq attestasiyaya cəlb edilə bilərlər. Bəs kimlər attestasiya olunmur? Əmək Müfəttişliyi Xidmətinin rəsmisi Günel Baxşıyeva deyir ki, bura vətənin müdafiəsi zamanı xəsarət almış, əlilliyi müəyyən edilmiş şəxslər, müstəqillik uğrunda mübarizə aparmış, orden və medallara layiq görülmüş şəxslər daxildir. Eyni zamanda 18 yaşına çatmamış şəxslər, hamilə qadınlar, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olub, sonra qayıdıb 1 ildən az müddətə çalışan şəxslər, bura uşağını tək başına böyüdən ataları da aid etmək lazımdır. Eyni zamanda, məsələn, bilirsiniz də, təhsil verənlər, hansı ki, təhsil haqqında qanuna uyğun olaraq onlar sertifikatlaşmaya cəlb olunurlar. Onlar da attestasiyaya cəlb oluna bilməzlər. Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər də sertifikatlaşdırmaya cəlb oluna bilməzlər. Bəs attestasiyanın nəticələri işçilərin əmək haqqına təsir edirmi? Hüquqşünas Sahib Məmmədov deyir ki, attestasiya komissiyası işçinin tutduğu vəzifəyə uyğun olub-olmaması barədə rəy verir. Əgər uyğun olarsa, bu zaman komissiya əmək haqqının qaldırılması barədə tövsiyə verə bilər. Əgər versə ki, uyğun deyil, bu zaman işə götürən həmin şəxsin əmək müqaviləsinə xitam verə bilər, yəni 70-ci maddənin C maddəsinə, bəndinə əsasən, yaxud da öz baxışlarına uyğun olaraq onu işdə saxlaya da bilər. Yaxud belə bir hal da ola bilər ki, onun uyğun başqa bir vəzifə ilə təmin etsin. Bu zaman onun əmək haqqında dəyişiklik baş verə bilər. Yəni işçi əgər buna razıdırsa. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmisi qeyd edir ki, attestasiyadan sonra işə götürən işçinin əmək müqaviləsinə xitam verərkən bəzi məqamlara diqqət etməlidir. İlk növbədə işçinin peşəkarlığı, ixtisası nəzərə alınmaqla onun müvafiq işə keçirilməsi imkanı araşdırılmalıdır. İşçilərin attestasiyasının keçirilməsi qaydalarında 30 təqvim günü müddət müəyyən olunmuşdur attestasiyanın nəticələrinin tətbiqi ilə bağlı. Əgər bu müddəti ötürürsə, artıq işə götürən işçilər nə müsbət, nə mənfi mənada attestasiya ilə bağlı hər hansı bir iş görə bilməz. Amma bu 30 təqvim günü diqqətə almaq lazımdır ki, işçinin məzuniyyətdə olduğu müddət, ezamiyyətdə olduğu müddət və yaxud əmək qabiliyyətinin itirildiyi müddət həmin 30 təqvim gününə daxil deyil. Attestasiya yalnız qiymətləndirmə deyil, həm də peşəkar inkişaf üçün bir fürsətdir. Əsas məqsəd bilikli və səmərəli kadrların qalmasını təmin etməkdir. Qeyd edək ki, işçilərin attestasiyası attestasiya vərəqəsi ilə rəsmiləşdirilir və işçilərin şəxsi işində saxlanılır. Şəkərnaz Şahəliyeva, Səbuhi Kərimli, Yunus Yusupov, İqtisadi Zona.